Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah. İstəyirəm bax bu cədvəli. İndi istəyirəm bu cədvəllə tanış olasınız. Amma yəni əlbəttə ki, bunu birincidən əzbərləmək, mənimsəmək biraz tələb olunmur. Çünki bu biraz təcrübəyə, yəni vaxt lazımdır, təcrübə lazımdır ki, artıq bu cədvəli tam başa düşüb, tam oturuşsun, yadda qalsın. Amma bu cədvəli sizə başa salım. Deməli, bu nə cədvəldir? Biz dedik ki, ərəb dilində bizim 3 halımız var. Raf halı, nasb halı, bir də cər halı. Yəni ismin 3 halı var. Və deməli bu haldır. Əsas əlamət. Raf halında əsas əlamət dammədir. Nasb halında əsas əlamət fəthədir. Cər halında isə kəsradır. Və buna misal götürürük, baxırıq. Muslimun, raf halında. Muslimətun, qadın cinsində, yenə də tənvin dammə, muslimətun. Nasb halında muslimən, fəthə, muslimətən, yenə də fəthə. Fikir verin, təmərbutən üstündə tənvin fəthə yazanda, yəni əlif dayağı ehtiyac yoxdur. Həmçinin cər halında isə əsas əlamət muslimin, muslimətin. Yəni bu inşallah aydındır. Nə vaxt söz raf halında olur, nə vaxt nasb halında olur, nə vaxt cər halında olur? Yəni bunun özünün halları var. Məsələn, raf halına aid iki vəziyyəti götürmüşük. Mübtəda, biri mübtəda idi, biri xəbər idi. Cər halına aid də götürdük. Nə götürdük? Cər halı o izafənin ikinci hissəsi idi. İzafənin ikinci hissəsi Kitabullahi, Dinun Nəbiyyi. Bax, o cər halındaydı. Hələ ki, birini götürmüşük. Yəni, cər halında hələ biri qalıb, nasb halında biraz çoxdur, 12 dənədir, onun hələ heç birisini götürməmişik. Raf halında da 6-dır, ikisini götürmüşük, 4-ü qalıb. Yəni, bu ümumi məlumatdır. İndi, yaxşı, belə bir şey var ki, bu tək, ismin təkində bu əsas əlamətlə hal dəyişir. Amma əgər bizdə düzgün cəmdirsə, yaxud ikilikdirsə, onları biraz fərqli olacaq. Baxın, raf halında ikilikdə ən idi. Musliməni, muslimətəni. Amma nasb və cər halında isə ikilik. Bax, ikilikdə muslimeyni, musliməteyni. Muslimeyni, musliməteyni. Yəni, ikilikdə nasb və cər halı burada əlif yox, yə ilə olacaq. Musliməni yox, muslimeyni olacaq. Məlumat verirəm, amma yəni, bu sizi qorxutmasın. Yavaş-yavaş yadınızda qalacaq təcrübə ilə. Həmçinin düzgün cəmdə, sınıq cəmdə yox, ancaq düzgün cəmdə kişi cinsində raf halı bizdə muslimunə, unə götürdük axı. Amma nasb və cər halında isə olacaq musliminə. Məsələn, Fatihə surəsində necədir? Elhamdülillahi Rabbil aləminə. Əl-aləminə o deməkdir ki, artıq aləminə düzgün cəmdir, amma raf halında deyil. Yəni, ya nasbdadır, ya cərdadır. Qadın cinsinin düzgün cəmində nə xüsusiyyət var? Raf halında özü olduğu kimi, yəni qaydaya görə muslimətun dammə qalır. Cər halında da yenə kəsradır, muslimətin qaydaya uyğun olaraq. Amma nasb halında fəthənin əvəzinə kəsradır. Yenə də muslimətin olacaq. Yəni, bu cədvəli narahat olmayın. İnşallah o cədvəl yadınızda qalacaq. Sadəcə bax, bu məlumatdır. Ehtiyac varsa bir neçə dəfə bu videoya baxın. Yəni, bunu başa düşün.